Valideyni ümrəyə getməyən adam özü ümrəyə gedə bilərmi? Hocam salam aleykum, necəsiz? Və aleykum salam, Tofiq qardaşım, əlhamdülilah yaxşıyam. Sən necəsən? Şükür Allah, siz yaxşı olasınız, var olun. Hocam yenə suallarım var. Buyur qardaşım. Deyirlər ki, valideynə of belə demək olmaz. Axı hərdən mübahisələrdə olur. Tofiq qardaşım, Rəbbimiz Qurani Kərimin İsra surəsinin 23 və 24-cü ayəsində bu mövzunu çox gözəl bizə anladır. Orada buyurur ki, Estaizu billah, Bismillahirrahmanirrahim. Və qaza rabbuka alla ta'budu illa iyyahu. Rabbin özündən başqa heç bir şeyə ibadət etməməyə əmr etdi sənə. Sonra və bil valideyni ihsana. Valideynlərlə gözəl davranmağı əmr etdi. İmmə yəbluğanna indəkəl kibara ahaduhuma aw kilahuma. O valideynlərdən biri və ya hər ikisi sənin yanında qocalığa çatdıqları zaman fələ taqul lahuma, onlara əsla demə, nə demə? Uffin, öf belə demə və qul lahuma qavlan kərimə. Onlarla gözəl bir şəkildə danış. Davamındakı ayətdə də Rəbbimiz buyurur ki: "Vəxfiz lahuma cenahaz-zulli minar-rahmeti." Onları rəhmət qanadlarının altına al və qul və de ki, Rabbirhamhuma, ey Rabbim, atama anama mərhəmət eylə. Kəmə rabbeyani sagira. Onlar necə məni balacalıqda mərhəmətlə böyütdülər, sevgi ilə böyütdülərsə, Allahım sən də atama anama mərhəmət eylə. Biz burada görürük ki, Allah özünə ibadətdən sonra ikinci əmr elədiyi şey valideynin gözəl davranmaq, valideyn haqqlarıdır. Onun üçün valideyn haqqlarına çox riayət eləmək lazımdır. Bəs övladın haqqları nədir? Təbii ki, valideyn evlad üzərində haqqları olduğu kimi, evladın da valideyn üzərində haqqları var. Evladın valideyn üzərində haqqları nədir deyə Peyğəmbər Efendimiz sallallahu əleyhi və səlləm soruşdular. Peyğəmbər Efendimiz sallallahu əleyhi və səlləm buyurdu ki, evladına gözəl bir ana seçmək, ikinci növbədə ona Quranını öyrətmək, üçüncü növbədə də onlara gözəl əxlaq vermək. Yəni bu üç şeyi evladın valideyn üzərində olan haqqıdır. Rəbbimiz yenə Təhrim surəsində bizə orada bir ayə var. Təhrim surəsinin 6-cı ayəsi. Buyurur ki: Estaizu billah, Bismillahirrahmanirrahim. Ya eyyuhellezine amanu, ey iman edənlər, qu enfusakum və əhlikum nara. Özünüzü və ailənizi, əhlinizi cəhənnəm atəşindən qoruyun. Burada Peyğəmbər Efendimiz sallallahu əleyhi və səlləmə sual verdilər. Dedilər: Ya Rasulullah, özümüzü cəhənnəm atəşindən qoruyaq. Bunu anladıq. Bəs biz ailəmizi necə cəhənnəm atəşindən qoruyaq? Peyğəmbər Efendimiz sallallahu əleyhi və səlləm buyurdu ki, siz ailənizə, evladınıza və xanımınıza, qızınıza, oğlunuza əgər Allaha qul olmağı əmr edərsinizsə, Allaha heç bir şeyi şərik qoşmamağı əmr edərsinizsə, ona ibadət etməyi və ona itaat etməyi əmr edərsinizsə, Allaha üsyan etməkdən və Allahın qadağan etdiyi şeylərdən uzaq durmaqdan əgər onları uzaqlaşdırarsınızsa, o zaman ailənizi qorumuş olarsınız. Bunu da unutmayaq ki, ümumiyyətlə evlad Qurani-Kərim ifadəsilə fitnədir. İnnəmə Rəbbimiz elə buyurur. Bismillahirrahmanirrahim. İnnəmə əmvalukum və əvladukum fitnə. Sizin mallarınız və evladlarınız fitnədir. Fitnə demək Arabçada iki tərəfi kəsici alətə fitnə deyilir. Yəni düşünün, bir bıçaq düşünün, onun hər iki tərəfi də kəsir. Buna fitnə deyilir. İki tərəfi kəsici alətə. Niyə Allah Taala belə fitnə ifadə eləyir? Çünki evlad da, mal da yaxşı yetişdirilsə, mal yaxşı istifadə olunsa, çox gözəldir. Əgər mənfi yetişdirilsə, mənfi olsa da çox pisdir. Mal da insanı yoldan çıxardar, yaxşı yerə sərf olunmasa, evlad da pis evlad olaraq yetişsə, insan nə edir? O həmin valideynə ömür boyu zülm edər həmin evlad. Və bunu da unutmamaq lazım ki, biz evladımıza hizmət etməmiz lazım. Osmanlıda çox gözəl bir ifadə var. Oğlan evladına məxdum deyilirdi, qız evladına da kəriməm deyilirdi. Bu kəlmələrdə belə biz bəzi şeyləri görürük. Məxdum demək hizmət olunan deməkdir. Kəriməm də demək ən dəyərlim, baş tacım. Yəni valideyn evladına davamlı hizmət etməsi lazım, şuurda olması lazım. Qız evladını baş tacı kimi saxlaması lazım, ən dəyərli varlığı kimi. Oğlan evladına da bir ömür boyu hizmət etməsi lazım. Onsuz da valideyn evladına hizmət etdiyi zaman ayətdə biz nə görürük? Nə demişdi orada? Ey Rabbim, balacalıqda onlar məni mərhəmətlə böyütdüyü kimi, yəni mənə hizmət etdiyi, mərhəmətlə böyütdüyü kimi qanadlarının altına aldım, Allahım sən də onlara mərhəmət elə. Demək ki, valideyn evladına gözəl davranmalı, ona xidmət etməlidir ki, evlad da nənəsin, valideyninə bu mənada o qocaldığı zaman o gözəl davranmanı sərgiləsin. Bu qarşılıqlı olmalıdır yəni. Həm valideyn evlada, həm evladdan valideynə. Yəni evlada hizmət etmək lazımdır. Evlada ömür boyu onun hizmətində durmaq lazım. Evlad da qocaldığı zaman valideyninin hizmətində durması lazım. Çox sağ olun hocam, anladım. Valideyni ümrəyə getməyən adam özü ümrəyə gedə bilər? Valideyni ümrəyə getməyən adam özü ümrəyə gedə bilərmi? Təbii ki, gedə bilər. Burada heç bir problem yoxdur. Düzdür, bəzi ölkələrdə biz eşidirik ki, belə bir şeylər var. Məsələn, Qırğızstanda mən eşitmişəm. Valideyni getmədən evlad gedə bilmir. Belə bir adət var. Bizdə belə bir adət yoxdur. Dinimizdə də belə bir adət yoxdur. Ümrəyə zaten pulu, parası olan deyil də, niyyəti olan, dəyi olan gedir. Bilirik biz bunu. Yəni istəyən adam gedir. Valideyn istəməyəndən sonra evlad əgər istəyirsə, mütləq getməlidir. Çünki xeyirli bir şeyi gecikdirmək olmaz. Xeyirdə Peyğəmbər Efendimiz tələsin buyurur. Ümrə də ən xeyirli bir ibadətdir. Ona görə onu da tələsmək lazımdır. Bugün də aydınlandıq. Çox sağ olun hocam, var olasınız. Siz də sağ olun. Allah razı olsun.